Hər kəs salamlayıram. Bu videoda 2005-ci ildə keçirilmiş Türkiyə Junior National Mathematical Olympiad imtahanının ikinci sualına baxacağıq. Yəni Türkiyə aşağı yaş qrupu riyaziyyat olimpiyadası deyə bilərik. Yəni vaxt itirmədən suala keçək. Deməli sualda bizə belə bir tənlik verilib və bu tənliyi ödəyən x, y tam ədəd cütlüklərinin tapılması tələb olunur. Baxın, bunu həll etmək üçün mən vuruqlara ayırmadan istifadə edəcəm. X kub üstəgəl y kubu mən necə vuruqlara ayıra bilərəm? X üstəgəl y vurulsun x kvadrat çıxılsın xy üstəgəl y kvadrat şəklində ayıra bilərəm. Müxtəsər vurma düsturudur. Bu x üstəgəl y-in kvadratını da digər tərəfə atacağam. Çıxılsın x üstəgəl y-in kvadratını yazacağam. X üstəgəl y vurulsun x üstəgəl y bərabərdir 0-a. Burada x üstəgəl y ortaq vuruqdur. Bunu mötərizə xaricinə çıxardaq. X üstəgəl y vurulsun x kvadrat çıxılsın xy üstəgəl y kvadrat çıxılsın x üstəgəl y bərabərdir 0-a. Baxın, iki hal mümkündür. Birinci halda bu vuruq 0-a bərabər olsun. Yəni x üstəgəl y bərabər 0. Buradan x bərabər mənfi y yaxud da y bərabərdir mənfi x. Yəni bu o deməkdir ki, y və x əks ədədlər olduqda bu bərabərliyimiz ödənəcək. Yəni bizim birinci həllimiz əslində x mənfi x-dir. Yəni bir-birinin əksi olan bütün x, y tam ədəd cütlükləri. Bax, bunu yadda saxlayaq. İndi ikinci hal odur ki, bu vuruq 0-a bərabər olsun. Gəlin bunu 0-a bərabər edək. X kvadrat çıxılsın xy üstəgəl y kvadrat çıxılsın x çıxılsın y bərabərdir 0. Bunu mən x-dan asılı kvadrat tənlik şəklində yazmaq istəyirəm. Bu şəkildə x kvadrat çıxılsın. Baxın, xy üstəgəl x yaza bilərəm. Mənfi xy və mənfi x-i bir yerdə yazdım və mənfini çölə çıxartdım. Üstəgəl y kvadrat çıxılsın y bərabərdir 0. Yəni x kvadrat çıxılsın y üstəgəl 1x. X-i çölə çıxartdım. Üstəgəl y kvadrat çıxılsın y bərabərdir 0-a. Bilirik ki, x tam ədəddir. Əgər tam ədəddirsə, deməli bir həqiqi ədəddir. O zaman bu kvadrat tənliyimizin kökləri həqiqi ədədlər olmalıdır. Həqiqi ədədlər olmalıdırsa, bunun diskriminantı 0-dan böyük bərabər olmalıdır. Yəni yazıram, diskriminant böyük bərabərdir 0. İndi diskriminant nədir? B kvadrat, yəni bunun kvadratı çıxılsın 4 vurulsun AC. A-mız 1-dir. C-miz də burada sərbəst hədd y kvadrat çıxılsın y-dir. Y kvadrat çıxılsın y. Böyük bərabərdir 0. Sadə hala gətirək. Y kvadrat üstəgəl 2y üstəgəl 1 çıxılsın 4y kvadrat üstəgəl 4y. Yəni, davam eləsək, mənfi 3y kvadrat üstəgəl 6y üstəgəl 1. Böyük bərabərdir 0. Hər tərəfi mənfi 1-ə vuraq. 3y kvadrat çıxılsın 6y çıxılsın 1. Mənfiyə vurduğuma görə bu işarə dəyişməlidir. Kiçik bərabər 0. Gəl hər tərəfi 3-ə bölək. Y kvadrat çıxılsın 2y çıxılsın 1 bölü 3. Kiçik bərabər 0. Baxın, mən bunu tam kvadrata tamamlamaq istəyirəmsə, o zaman belə eləməliyəm. Y kvadrat çıxılsın 2y üstəgəl 1 çıx 1 yazıram. Bu elə y kvadrat çıx 2y deməkdir. Heç bir şey dəyişmədi. Çıxılsın 3-də 1-də olduğu kimi yazıram. Kiçik bərabərdir 0. Yəni y çıxılsın 1-in kvadratı çıxılsın mənfi 1-lə mənfi 3-də 1-in cəmi mənfi 3-də 4-ə bərabərdir. Kiçik bərabər 0. Yəni alınır ki, y çıxılsın 1-in kvadratı kiçik bərabərdir 3-də 4. Bunun davamıdır. Bu 3-də 4 də əslində 2-dən kiçik bir ədəddir, düzdürmü? Çünki 1,3-də 1-ə bərabərdir. Bu da 2-dən kiçikdir. O zaman yazmaq olar ki, y çıxılsın 1-in kvadratı kiçikdir 2. Bərabərsizlik mövzusundan da biz xatırlayırıq ki, bunun həqiqi həllər çoxluğu nə idi? Y çıxılsın 1 kiçikdir kök altında 2, böyükdür mənfi kök altında 2. Bu aralıqda yerləşirdi. Hər tərəfin üzərinə 1 gəlsəm, 1 çıxılsın kökdə 2, kiçikdir y, bu da kiçikdir kök altında 2, üstəgəl 1. Baxın, bilirik ki, kökdə 2 təxminən 1,41 bu şəkildə gedən irrasional bir ədəddir. O zaman bu 2-dən kiçikdir. Hər tərəfi mənfiyə vursam, mənfi kök altında 2 böyükdür mənfi 2 alaram. Onda hər tərəfə 1 əlavə edeyim, yəni 1 çıxılsın kökdə 2 böyükdür mənfi 2 üstəgəl 1, yəni mənfi 1. Yəni əslində, baxın, bu bərabərsizliyi gətirirəm bura. Bu 1 çıx kökdə 2 mənfi 2-dən böyükdür. Kökdə 2 üstəgəl 1 də kökdə 2 2-dən kiçik olduğundan bu kiçikdir 2 üstəgəl 1, yəni 3-dən. Yəni bizim bu y-imiz 3-dən kiçikdir, mənfi 2-dən böyükdür. O zaman hansı qiymətlər ala bilər? Mənfi 1, 0, 1, 2. Onda baxın, mən bu bərabərlikdə
y-ə -1-dən 2-yə qədər qiymətlər verim və x-i tapım. Baxın, birinci halımız y bərabərdir -1. Gətirib bu tənlikdə y-in əvəzinə -1 qoysaq, hətta gəlin tənliyimizi yenidən yazaq. X kvadrat çıxılsın xy, üstə gəl y kvadrat çıxılsın x çıxılsın y bərabərdir 0-a. Burada y -1 olduqda x kvadrat üstə gəl x, üstə gəl 1-in kvadratı 1 çıxılsın x, -1-i mənfiyə vuranda da 1 alınır. Üstə gəl 1 bərabərdir 0-a. X kvadrat üstə gəl 2 bərabərdir 0-a. Hansı ki bu da qeyri-mümkündür. Çünki burada x kvadrat bərabər -2 alınır. Həqiqi ədədin kvadratı da mənfi ədəd verə bilməz. Ona görə birinci halı kənara qoyaq. İkinci halla davam edək. Y bərabər 0 olsun. Onda baxın, bu ifadə 0-a bərabər olacaq. Onda alınacaq x kvadrat çıxılsın x bərabərdir 0-a. Yəni x vur x çıxılsın 1 bərabər 0-a. Buradan x 0-a da bərabər ola bilər. Həmçinin 1-ə də bərabər olar. Yəni bizim ilk iki həllimiz 0, 0 və 0, 1-dir. Y 0 olduqda x 0 və 1 ola bilir. Üçüncü hala baxsaq, üçüncü halda y bərabər 1 halıdır. Onda alınır x kvadrat çıxılsın x üstə gəl 1 çıxılsın x çıxılsın 1. Bərabərdir 0-a. 1-lə gedir, qalır x kvadrat minus 2x bərabər 0-a. X-i çölə çıxardaq, x vur x çıx 2 bərabər 0. Buradan da x-imiz, yəni x1-imiz 0 olur. X2-miz nə olur? 2-yə bərabər olur. Yəni buradan da y-x cütlüyümüz hansı olur? 1, 0 olur və 1, 2 olur. Son olaraq dördüncü halımıza baxaq. Dördüncü halda y bərabər 2 hal idi. Y 2 olduqda x kvadrat çıxılsın 2x üstə gəl 4 çıxılsın x çıxılsın 2 bərabərdir 0-a. Yəni x kvadrat çıxılsın 3x üstə gəl 2 bərabər 0. Bunu da vuruqlara ayırsaq, x çıxılsın 2 vurulsun x çıxılsın 1 bərabərdir 0-a. Buradan x1-imiz 2-dir, x2-miz də 1-dir. Buradan da y-x cütlüklərimiz hansılar olur? 2, 2 və 2, 1. İndi yerdə qalır bu həlləri birləşdirib yazmaq. Baxın, bizim birinci həllimiz nə idi? X -x. Gəl bunu qeyd edək. Yəni bir-birinin əksi olan bütün x-y cütlükləri, yəni belə deyək, qarşılıqlı əks olan bütün x-y tam ədəd cütlükləri və həmçinin sonradan tapdığımız həlləri də yazaq. Baxın, burada belə bir məqam var. Biz 0, 0 həllini tapmışdıq. Lakin 0, 0 həlli də qarşılıqlı əks olan x-y tam ədəd həllərinə aiddir. Çünki 0 ilə 0 qarşılıqlı əks ədədlərdir. Ona görə mən zaten bunu qeyd etmişəm deyə 0, 0-ı təzədən qeyd eləməyəcəm. Ona görə bu həlli kənarlaşdırıram. Çünki bu həlli onsuz da götürmüşük. Ona görə 0, 1-i götürürəm və yerdə qalanlar 1, 0, 1, 2, 2, 2, 2, 1. Bu da bizim tənliyimizin həlli. Bu qədər. Ümid edirəm video sizlər üçün faydalı oldu. Əgər faydalı oldusa kanala abunə olub, like atmağı, fikirlərinizi rəylərdə yazmağı unutmayın. Sağ olun, növbəti videolarda görüşənə qədər.